Bizdən bu ədədin natural bölənlərinin sayını tapmaq tələb olunur. Ədədin natural bölənlərinin sayını tapmaq üçün həmin ədədimiz sadə ədədlərin hasili şəklində göstərilməlidir. Bizdə isə ədədimiz cəm şəklində göstərilib. İfadəmizi 39-un kubu üstəgəl 26-nın kubunu 3-ün kubu vuraq 13-ün kubu plus 2-nin kubu vuraq 13-ün kubu şəklində yazsaq və sonrasında 13-ün kubunu mötərizə xaricinə çıxarıb 3-ün kubu plus 2-nin kubu şəklində yazsaq, buradan 13-ün kubu vuraq 35 almış olarıq. Qeyd elədik ki, ifadənin ədədin natural bölən sayını tapmaq üçün həmin ədəd sadə ədədlərin hasili şəklində olmalıdır. 35 ədədi mürəkkəb ədəd olduğu üçün bu ədədi biz 13-ün kubu vuraq 5 vuraq 7, yəni sadə ədədlərin hasili şəklində yazmalıyıq. Natural bölən sayını tapmaq üçün isə ifadəmizdə yer alan sadə vurğularının sayının üzərinə 1 gəlib vurmalıyıq. 13-dən 3 dənədir. Birini də əlavə eləsək 4 vuraq 5-lər 1 dənə, üzərinə 1 gəlsə 2 vuraq eyni ilə 7-lər də 1 dənə, birini də əlavə eləsək 2-yə bərabər olur. Natural bölən sayı isə 4 vuraq 2 vuraq 2, yəni 16-ya bərabərdir.